Salam kanal izləyicilərim, bugün sizlərlə gördüyünüz bu sancağı toxuyacağıq. Sancağı toxumaq üçün bizə lazımdır sadə sancaq, 2 rəngdə sap və 2 nömrəli kurçok. Sapın qalınlığını mən 2 nömrəli kurçoka uyğun gedəcək şəkildə seçmişəm. İndi isə toxunuşa başlaya bilərik. Əvvəlcə kəpənəyin orta hissəsindən toxunuşa başlayırıq və sehirli halqaya götürərək sapı barmağıma bir dəfə dolayıram. Daha sonra kurçok vasitəsilə halqanın içərisindən bir ilmək çıxardıram. Bir daha göstərim. Sapı barmağıma dolayıram və kurçok vasitəsilə oradan ilməni çıxardıram. Daha sonra barmağımdan sapı çıxardıram və 7 zincir toxuyuram. 1, 2, 3, 4, 5, 6 və 7. İndi isə toxunuşa başlayıram. Toxunuşa başlamaq üçün zincirin ön hissəsindən yox, zincirin arxa hissəsindən ilmələr çıxardaraq toxunuş edirəm. Qeyd edim ki, biz zincirləri və ilmələri nə qədər boş toxusaq bizim üçün o qədər yaxşı olar. İndi isə zincirin arxa hissəsindəki yerə, bura kurçokumu salaraq oradan bir ilmək çıxardıram. Daha sonra yenə onun yanındakı yerə, bura kurçokumu salaraq ilmək çıxardıram. Yenə bu hissələrə, bura kurçoku salaraq ilmək çıxardacağam. Kurçokumda 2, 4, 6, 7 ilmə oldu. 8-ci ilməni isə halqanın içərisindən kurçoku salaraq çıxardıram. Beləcə 8, 2, 4, 6, 8 ilmə oldu kurçokumda və kəsmə işləm edirəm. Bunun üçün sapımı kurçokuma dolayıram və 2 ilməni birlikdə kəsirəm. Daha sonra yenə sapı alıram, 2 ilməni birlikdə kəsirəm. İkinci sırada kəpənəyin bu hissəsində əks etdirəm. Bunun üçün bu aldığım ilmənin bu hissəsində burada kurçoku salaraq, buradan kurçoku salaraq ilmək çıxardıram və digər ilmənin içərisindən sapı çıxardıram və beləcə əks etmiş oluram. İndi isə toxunuşa davam edirəm. Bayaqki qaydada bu hissələrdən kurçoku salaraq ilmələr çıxardıram. 2, 4, 6 ilmə oldu kurçokumda və 7-ci ilməni halqanın içərisindən çıxardıram. Yenə kəsmə işləm edirəm. İkisini bir kəsirəm. Sap alıram, 2 ilməni bir kəsirəm. Sonuncu və sonuncunu etdim. Yenə də burada əks etmə edəcəm. Buradan kurçokumu salıram. İlməni çıxardıram. Davam edirəm. Buralardan ilmələr çıxardıram. Beş ilmə oldu. 6-cı ilməni də halqanın içərisindən çıxardıram. Və yenə 2-2 kəsirəm. Bir daha əks etmə edirəm. Buradan kurçokumu salaraq ilməni alıram və ilmənin içərisindən çıxardıram. Davam edirəm. Yenə ilmələri alıram. 3, 4 və 5-cini də halqanın içərisindən çıxardıram.
Kəsmə edirəm. 2 2. Bu hissə tamamlandı demək olar. İndi isə bağlayırıq. Bu hissədən küçüğü salaraq ilməni alıram və buradan çıxardıram. Bu hissədən səpi alıram və ilmədən çıxardıram. Sonuncunu da sihirli halqanın içərisindən alıram və çıxardıram. İndi isə küçüğüma 4 ilmə alıram. 1 2 3 4 ilmə. Burada da bayaqki qayda ilə zincirin arxa hissəsindən ilmələr çıxardacağım. Birinci ilmə, 2 3 4 ilmə oldu küçüğümdə və 5-ci ilməni də halqanın içərisindən çıxardıram. 5 ilmə. Kəsmə işləmi edirəm. Kəsirəm 2 2. Aha, ikinci sırada biz əks etmə etmirik. Yenidən toxunuş edirik. Buradan küçüğü salaraq ilmə çıxardıram. Yenə də çıxardıram. Çıxardıram və halqanın içərisindən bunları kəsirəm. Bu hissə tamamlandı. İndi isə bağlayıram. Sonuncunu da halqanın içərisindən ilmə alaraq bağlayıram. Yenə də küçüğüma 4 ilmə alıram. 1 2 3 4. Bu hissədə olduğu kimi yenə də toxunuş edirəm eyni qayda ilə. Halqanın içərisindən alıram və 5 ilmə oldu küçüğümdə və kəsirəm. Bir daha ilmələri alıram. Yenə kəsirəm. İndi isə bu hissəni də bağlayıram. Küçüğümü buradan salıram. İlmələri bir-bir çıxardıram. Sonuncunu da buradan alayım. Keçirim. İndi isə 4 ilmə alıram. 1 2 3 4. Bu hissədə artırmalar edəcəm. Necə edəcəm? Belə. Bir sıranı olduğu kimi toxuyuram. Sonuncunu halqanın içərisindən çıxardıram və kəsirəm. İkinci sırada başlayarkən bir ilmə alıram və toxunuşa bu ilmənin arxasındakı yerdən sap götürərək davam edirəm. 2 3 4 5
və 6. Kurçokumda 6 ilmə oldu. İndi kəsmə edirəm. 2 ilməni birlikdə kəsirəm. Yenə artırma edəcəm. 1 ilmə toxuyuram. Onun arxasındakı yerdən kurçok salaraq ilməyi çıxardıram. 3 4 5 6 və 7-ci halqanın içərisindən ilməyi çıxardıram. Kəsmə işlemi edirəm. Bir daha artırma edirəm. Bu sonuncu artırmadır. İlmənin arxasındakı yerdən kurçoku salaraq sapı çıxardırım. İki, 4, 6, 7 ilmə oldu. 8-cini də halqanın içərisindən kurçok salaraq çıxardıram və kəsmə edirəm. 2 ilməni birlikdə götürərək. Tamamladım və bağlayıram. Bunun üçün sapın arxasındakı yerdən kurçoku salaraq ilmələri bir-bir çıxardıram. Sonuncunu da halqanın içərisindən ilmə alaraq tamamlayıram və sapa bir ilmə alıram. Sapı artıq kəsirəm. İlməmi dartıb çıxardıram və sihirli halqanın sapını dartıram. Kəpənəyimiz hazırdır. Sapları arxada düym edib kəsirəm. Kəpənəyin bu ön hissəsinə, burasına istədiyimiz rəngdə sapla davam edə bilərik. Bunun üçün mən belə bir sapdan istifadə edirəm. Biraz hissəsini yuxarıda saxlayıram, daha sonra oradan düym atacağım. Və sapı 3 dəfə kəpənəyin ortasından dolayıram. Qalan sapla da yuxarı hissəsindən düym atıram. Artıq qalan sapları kəsirəm. Kəpənəyimiz hazırdır. İndi isə keçirik sancağın üzərini toxumağa. İndi isə sancağın bu hissəsini toxuyuram. Bunun üçün ağ sapdan istifadə edirəm. Əvvəlcə sapı kurçokuma keçirirəm. Sapın üstündən kurçoku salıram, çevirirəm və bu hissədən bir ilmə çıxardıram. İndi isə bu ilməni bu sancağın içindən kurçok vasitəsilə keçirirəm bu tərəfə. Üstdən bir ilmə daha alıram və bayaqki ilmənin içərisindən keçirirəm. Kurçoku sancağın üst hissəsindən salıram içəri, arxadan sapı götürürəm, qaldırıram və yuxarıdan
bir ilmə də alıram, sapların içərisindən keçirirəm. Yenə də qıçoku salıram, arxadan ilməni götürürəm, yuxarı qaldırıram və bir ilmə də alıram, sapların içərisindən keçirirəm. Bu qayda ilə 10 ilmə toxunuş edirəm burada. 4 5 6 7 8 9 və sonuncu 10. Bu hissədə 10, digər hissədə 10 olacaq. Üst hissəsinə isə 3 dənə belə toxunuş edirəm bu uc hissəsinə. Ortadan salıram. Ortadan qıçoku salıram. İlməni çıxardıram yuxarı və 1 yenə 2 3. Burada da 10. Burada da 10 toxunuş edirəm bu hissədə də. 1 2 10 ilmə də bu tərəfdə toxudum. İndi isə qıçokuma 1 2 zincir alıram və bura sıx toxunuş edirəm. Toxunuşa davam edirəm. Toxunuşa davam edərkən bir zincir alıram. Onun yanındaki yerə bura bir sıx toxunuş edirəm. Sapı buradan alıram, çıxardıram. Bir zincir alıram və yanındaki yerə bir sıx toxunuş edirəm. Bir zincir alıram, yanındaki yerə bir sıx toxunuş edirəm. Bir zincir alıram, sıx toxunuş edirəm. Bu qayda ilə toxuyuram sona qədər. Bu sıranı da toxudum. İndi isə əvvəl toxuduğum buradakı 2 zincirə sıx toxunuş edirəm. Qıçoku altdan salıram, ilməni çıxardıram və bir ilmə də götürürəm, ikisini bir yerdə toxuyuram. Bura 3 ədəd belə sıx toxunuş edirəm. Birini etdim, 2 və 3. Artıq sonuncu ilməni də buradan keçirirəm və sıx toxunuş edərək bağlayıram. Bir ilmə də götürürəm. Sapımı kəsirəm. Arxa hissəsi hazırdır artıq. Onu da qeyd edim ki, bu sapları, arta qalan sapları qıçok vasitəsilə gətirirəm bu ön hissəyə ki, arxadan çıxmasın. Kəsirəm. İndi isə bu kəpənəyi bunun üzərinə yapışdırıb qaydıram. Kəpənəyi sancağın üzərinə yapışdırdım və artıq hazırdır.